İşte ona belə dözə bilmirik. Onun üçün şəhidi hər bir kəs, hər birimiz... Dünya malından 1 manat itəndə onun axtarmağa başlayır. Əlbəttə ki, əlbəttə ki. Şəhidləri ziyarət eləmək, şəhidlərin ziyarətində olmaq hər kəsin borcudur. Körpəsindən böyüyünə qədər. Ya vəzifəsinə baxmır, ya nə bilim rütbəsinə baxmır, heç nəyinə baxmır. Şəhid üçün hər kəs ondan aşağıdır. Hər kəs onun ziyarətində olmalıdır. Çünki şəhid hər kəs üçün. İstər vəzifəli şəxsin vəzifəsinə görə, istər nəyəsə görə, hər kəs üçün şəhid canından keçir. Ona görə də hər kəsin borcudur şəhidin ziyarətində hər zaman olmaq. Allah ruhunu şad eləsin. Cəm şəhidlərimizin ruhu şad olsun. Cəm şəhid ailələrimizə Allah talı səbir versin. Sağlam can versin. Yerdə qalan evlatlarımızdan, nəvəsi olan nəvəsindən, oğlu qızı olan oğlu qızından Allah yarıtsın. İndən sonra xalqımıza Allah ağlamaq göstərməsin. Nə deyim?